Axşamınız xeyir olsun. Bizim qədim kişilərin sözləri var idi, deyirdi, adam var öləndə evdən gedir, adam da var öləndə eldən gedir. Eldən getməyin mənası bu deyil, adamı 1000 nəfər adam apara, əl çala-çala dəfn edir. Bunun mənası budur ki, insan öləndə insanlar ona da, atasına da rəhmət oxuyar. Və belə bir söz deyərlər ki, Allahümmə la nə'ləmu minhum illa xeyra. İlahi, biz bu öləndən xeyirdən başqa bir şey görmədik. Xalqına zülm eləməyəsən, xalqın xeyir duasını qazanasan. Bax, belə kişilər öləndə postundan, məqamından, kimliyindən asılı olmayaraq hamı onlara rəhmət oxuyur. Həm özünə, həm dədələrinə. Hədisdə var, deyir, insan necə yaşasa, elə də ölər. Və necə ölsə, elə də məhşər ayağına o cür gələr. Allahdan istəyək öləndə bizi Allahı yad eləyərək dəfn eləsinlər. Peyğəmbər ailəsinə salavat göndərərək dəfn eləsinlər. Allah müşriklərin ibadətindən danışarkən belə buyurur: Əuzu billahi minəşşeytanirracim və ma kana salatuhum indəl beyti mukaən və təsdiyətən. Müşriklərin, bizi bu günlərim şirkdə ittiham eləyənlər, diqqətlə qulaq asın. Müşriklərin ibadəti, Beytül Həramdakı ibadətləri, namazları əl çalmaqdan və fit çalmaqdan başqa bir şey deyil. Və biz ölümümüzü dəfn eləyəndə la ilahə illallahla dəfn eləyirik. Əl çala-çala yox. Vəssalamu aleykum və rəhmətullah.